Herkese salam, kanalıma xoş gəldiniz. Bu mənim YouTube'da ilk videomdur. Açığı biraz heyecanlıyam çünkü tam olaraq nə danışacağım, nə edəcəm bilmirəm. Ona görə dönənlərə suallarınızı yaza biləcəyiniz bir kutu qoymuşdum. Oradan gələn suallarınızı cavablandıraraq makyaj videosu çəkəcəm. Bu tərəfə güzgü qoymuşam. Bəzən o tərəfə baxa bilərəm makyaj eləyə-eləyə. Birinci təbii ki, dərimi nəmləndirəcəm. Relusun nəmləndiricisi ilə. İlk sualımız YouTube kanalında hansı videolar olacaq? Açığı hər hansısa bir konsept belirləməmişdim bu kanalı açanda. Çox qarışıqam bu mövzuda. Hazırdakı düşüncəm sırf makyaj videolarından davam eləməkdir. Amma həm Instagramda makyaj videosu çəkmək, həm YouTube'da makyaj videosu ilə davam eləmək biraz mənə çətin gəlir açığı. Həm vaxtı nəzərə alaraq, həm kontentləri nəzərə alaraqdan bu mənim üçün biraz çətindir. Motivasiya edici, özümün bölüşdüyüm, Instagramda daha qısa paylaşdığım, amma YouTube'da onu daha detallı izah etmək istədiyim mövzulara burada toxuna bilərəm. Görə tam olaraq hələ bir konsept belirləməmişəm. Düşünürəm ki, yaxşı olacaq. Lux vizajın qaş sabitləyicisi ilə qaşlarımı sabitləyirəm. Belə yapış-yapış qaşları heç sevmirəm. Nə ziyafət günlərində, nə adi günlərdə o yapış-yapış görüntü məni çox narahat edir. Daha sonra dərimi nəmləndirdim. İndi keçirəm Biobalansın. Bu mis serumudur. Makyajı daha yaxşı üzdə oturması üçün bundan istifadə edəcəm. O dərimi hoplanacam. Mən də keçirəm digər sizin suallarınıza. Bir tonal krem. Mən tonal krem Vivena Sabon'un tonal kremini istifadə edəcəm. Gündəlik ağır bir tonal krem deyil. Gündəlik üçün də yaxşıdır. Örtücülüyü də qəşəngdir. Dərdə pütür-pütür qalmır. Amma ondan öncə bu qızarıqlıqları yox eləmək üçün deməli Relusun belə bir yaşıl korrektoru var məndə. Onu istifadə edəcəm. Bütün məhsulların isə adını, nömrəsini açıqlama hissəsində qeyd edəcəm. İkinci sualsa əsas peşən nədir? Yəqin ki, ixtisas olaraq bunu soruşmusunuz. İxtisas olaraq əslində logoped defektoloq ixtisasını bitirmişəm. 2023 məzunuyam. Pedaqojda təhsil almışam və ixtisasım üzərində müəyyən bir müddət işləmişəm. Universitet vaxtı işləmişəm. Həmin dönəmdə paralelində evdə mən atipik uşaqlarla işləyirdim və onlara xüsusi təhsildən dərs deyirdim. Evdə seans keçirdim. Amma çalışdığım müddət ərzində düşündüm ki, gördüm ki, bu sahə heç mənə görə deyil. Oturduğum yerdə işləmək, olduğum yerdə qalmaq mənim üçün deyil. Düzdür, uşaqları çox sevirəm, hədsiz çox sevirəm, amma yetəri qədər bir gücdə deyil idim, bir enerjim yox idi. Ona görə sahəmi dəyişdirdim. Hazırda influencer olaraq fəaliyyət göstərirəm. Eyni zamanda da reels maker olaraq çalışıram. Növbəti sual, gələcəyə dair hədəfiniz nədir? Sizi çox sevərək izləyirəm, çox təşəkkür edirəm. Belə mesajlar alanda həqiqətən sizdən çox xoşbəxt oluram. Çünki bu səhifə mənim üçün çox vacibdir. Hədəflərimi əslində məqsədlərimi danışmağı çox sevmirəm. Daha çox reallaşdıqdan sonra onu haqqında məlumat vermək mənim üçün daha yaxşıdır. Amma hal-hazırda olduğunuz bu səhifə, YouTube kanalım, Instagram profilim, eyni zamanda TikTok'um, yəni olduğum sahələrdə, hal-hazırda mən gördüyünüz bütün platformalarda çox böyümək, çox tanınmaq istəyirəm. Məqsədim budur, hədəfim budur. Onun yanında təbii ki, maddi, mənəvi çatmaq istədiyim nöqtələr var. Reallaşdıqca isə hər birini öz səhifəmdə paylaşıram, bölüşməyi də çox sevirəm. Bu sahəyə necə başladın? Çəkir kamera, çəkir. Olduğum sahədə əslində necə başladım? Çox təsadüfi şəkildə oldu deyə bilmərəm. Əslində mənim səhifəm elə blog səhifə tərzində mən paylaşımlar edirdim. Sadəcə bir şirkətə aid məhsulları təqdim edirdim. Daha sonra gördüm ki, hamı məndən artıq məhsullar soruşmağa başlayır, fikirlər alır məndən. Bu mənim üçün bir yol oldu və mən düşündüm ki, sadəcə bir brendə aid məhsulları yox, artıq istifadə etdiyim bütün məhsullar haqqında müsbət və ya mənfi tam səmimi fikirlərimi bölüşüm, paylaşım. O səhifəni açanda tam olaraq necə istifadə edəcəyimi də açığı bilmirdim, eyni YouTube kanalım kimi. Amma paylaşdıqca hansı kontentlərimin daha çox faydalı olduğunu, nələrini daha çox bəyəndiyinizi, onları gördükcə mən də bir yön almağa, bu saçım,
Mən də bir yön almağa başladım və o istiqamət üzrə də getdim və görürəm ki, çox da uğurlu alınır məndə. Bir də Reels Maker fəaliyyətimdə soruşanlar olmuşdu. Onu da burada bir cavablandırım. Reels Maker fəaliyyətim mənim əslində hobbi olaraq gördüyüm bir sahə idi. Hansı ki, mən o ortamların həmişə al bu kameranı, sən qəşəng çəkirsən deyildiyi insan mən olmuşam. Ona görə həmişə davamlı çəkilişlər eləmişəm, amma bunu gəlir yeri olaraq görməmişəm. Sadəcə hobbi olaraq istifadə eləmişəm. Çəkdiklərimi montaj eləməyi çox sevmişəm, paylaşmışam bunu, bəyənilib də. Universitet vaxtı yadımdadır, bir proqramla montaj eləyirdim və o proqram məndən çox hədsiz soruşulurdu ki, bu montajı necə eləmisən? Halbuki onun üstündə həqiqətən çox işləyirdim. O vaxt ki, mən üçün çox işləyirdim və çox qəşəng də videolar nəticə verirdi məndə. Mən də belə çəkərsən suallarını alanda düşündüm ki, bu sahəyə də yönələ bilərəm. Amma universitet vaxtında inşallah arxa səs gəlmir bura, inşallah. İxtisasımı dəyişəcəyim qərarını alandan sonra talih, qismət, artıq nə deyirsinizsə deyin, məni bu istiqamətdə yönəltdi və hal-hazırda 2 sevdiyim işi görürəm deyə bilərəm. Növbəti sualınız: səni ən çox ilhamlandıran insan tipi kimdir? Bir nəfər bu odur dediyim insan yoxdur. Fərqli insanların fərqli yönlərini çox bəyənirəm. Məni motivasiya eləyir, daha da belə deyim, zində tutmağa kömək eləyir. Qaldı ki, kim məni həqiqətən həmişə motivasiyalandırır, ilhamlandırır, gələcəkdəki versiyam. Bu biraz belə klişe cavab kimi görünə bilər, amma mənim üçün elə deyil. Çünki gələcəkdəki o versiya kimi görmək istəyirəmsə, necə bir insan yaratmaq istəyirəmsə özümdən, nələrə layiq olmaq istəyirəmsə, nələrə çatmaq istəyirəmsə, onu düşünəndə bir şey oluram belə. Yaparsın sən, qızım, yaparsın. Və belə həqiqətən çox enerjik oluram. Yəni bu suala verəcəyim tək cavab gələcəkdəki mən ola bilər. Növbəti suala keçirəm. Planlı olmaq sizin üçün sıxıcı deyilmi? Neçənci dəfədir bu sualı mən artıq izləyicilərimdən olsun alıram. Yəni tez-tez qarşıma çıxır bu sual, mənə verilir. Deyim ki, mən plansız olsam, yəqin ki, hər şeyi unudaram, heç nəyə çatdırmaram. Mən ümumiyyətlə freelance çalışıram, bildiyiniz üzrə. Və freelance çalışmağıma rəğmən mənim iş saatım yoxdur və nə zaman, hansı yerdə çəkilişdə olacağam, hansı əməkdaşlığın postunu paylaşmalıyam. Bunların hamısını detallı beynimdə saxlamaq mənim üçün olduqca yorucudur. Ona görə həmişə mütləq nələrsə qeyd edirəm. Nələrsə dediyim, bəlkə də mən həyatımın 99%-ni planerə qeyd edirəm. Və ya Instagram, YouTube'da daha aktiv olacağım tərzində bir sual gəlmişdi, onu da belə cavablandırım. YouTube'da xeyr, daha aktiv olmayacağım. Həmişə fokuslandığım ilk növbədə mənim üçün Instagramdır. Amma YouTube'da da mən aktiv olmağı necə deyirlər, əsirgəməyəcəm. Mənim ən sevdiyim Catrice'in üz üçün olan krem paletidir. Çox sevirəm, çox bəyənərək istifadə edirəm. Bronz olan hissəni artıq yemişəm. Demək olar ki, bitirirəm artıq, amma çox qəşəngdir, yağ kimi yayılır. Yəni bir il bu məndən uzun bir müddətdir ki var və aldığım müddətdən ancaq əlim bu ten paletə gedir. İstifadə eləmək istəsəz bir yoxlayın. Instagramda mənim aktivliyim hər zaman qoruyub saxlayacağım. Çünki Instagramda, yəni mənim üçün hal-hazırda əsas olan Instagramdır, orada böyüməkdir. YouTube'u da yavaş-yavaş aktivləşdirməyi düşünürəm. Bu il özümə bir YouTube'a başlanğıc sözünü vermişdim və o sözü tutmaq adına başlamışam burada rastgele videolar çəkəcəm. Nəyi burada daha çox görmək istəsəz ona yönələcəm açığı. Biraz şəxsi inkişaf olacaq, biraz makyaj videoları olacaq, biraz vloglar ola bilər. Influencer olmasaydınız nə olardınız? Mən açığı bir yerdə daim oturub işləmək, elə bir adam deyiləm, yəni elə bir yapıya sahib deyiləm. Düşünürəm nə olacaqdım. Mənim idarə qabiliyyətim olduqca yaxşıdır. Mən bir şeyləri idarə eləməyi, planlamağı, düzənləməyi çox sevirəm.
hansısa bir şirkətdə idarəçi işləri görən bir insan qismində ola bilər. Bir də baytar ola bilərdim. Baytarlığa əvvəllər çox marağım var idi. Məsəl üçün baytar heyvanları da çox sevdiyimi nəzərə alaraqdan bəlkə baytar olardım. Hər zaman motivasiyada olmaq üçün nə etməliyik? Adlandıracağam. Açığı belə bir şey deyim sizə. Bir şeyləri etmək üçün sizə motivasiya yox birincisi. Disiplin lazımdır. Və disiplinlə məncə motivasiya paralel olmalıdır. Yəni sadəcə disiplinlə yola çıxsaz, enerjiniz çox gedə bilər. Eyni zamanda motivasiyanız da olmalıdır ki, o balansı qurub istədiyiniz nöqtəyə çata biləsiniz. Top Face'in belə bir glosu var. Birbaşa onu dodaqlarıma çəkəcəm. Mənim də enerjimin olmadığı, belə çox əzgin olduğum, heç nə etmək istəmədiyim vaxtlar olur. Bəzən həqiqətən heç nə eləmirəm o momentlərdə. Sadəcə dincəlirəm, olduğum momentdən zövq almağa çalışıram. Bəzən motivasiya həqiqətən kömək eləmir adama. İnsanda o ehtiras olmalıdır, iş üçün disiplin olmalıdır. Yəni bunları mix eləsəz bir yol qət edə bilərsiniz deyə düşünürəm. Səhifəmi böyütmək istəyirəm. Böyütmək üçün mənə bir neçə məsləhət deyə bilərsiniz. Relusun tuşundan istifadə edirəm. Çox qəşəngdir. Bir marketdə satılır. Ala bilərsiniz. Sifariş verə bilərsiniz. Səhifənizdə nələri istəyirsiniz görmək, nələri çəkmək istəyirsiniz. Və onu yoxlayın. Görün alınırmı sizdə, alınmırmı? Məsələn, mən həqiqətən makyaj videolarını çəkəndə çox zövq alıram bundan. Çox sevərək eləyirəm. Makyaj videosu çəkəcəksinizsə, baxın görün hansı makyaj videoları sizi daha çox tutur. Mənim danışaraq çəkdiyim videolar mənə çox izlənmə gətirir və bilirəm ki, izləyicilərim də o danışıq videolarını daha çox sevir. Həm makyaj videoları, həm danışıq videoları bunu birləşdirəndə məndə alınır. Pahalı məhsullar alıb belə makyaj eləyirəm, amma sizdəki kimi olmur. Son olaraq bu sualla da videonu artıq yekunlaşdıracağam. Makyajım üzümdə bu şəkildə görünür. Mənim istifadə etdiyim bütün məhsullar demək olar ki, uyğun büdcəlidir, əl çatan məhsullardır, amma eyni zamanda keyfiyyətli məhsullardır. Demək olar. Mənim istifadə etdiyim gördüyünüz kimi uyğun büdcəli olsa da bütün makyaj üzümdə qaymaq kimi görünür. Ki dərinizə yaxşı baxmalısınız. Makyajdan öncə dərinizi makyaja yaxşı hazırlaşdırmalısınız. İkinci olaraq ilk videomuz xeyirli olsun. Ümid edirəm ki, ardıda gələcək. Yarımçıq heç nəyə qoymağı sevmirəm. Bu mənim YouTube'dakı ilk videomuydu. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Necə edin, ümumiyyətlə nə görmək istəyirsiniz YouTube kanalımda? Yazsanız çox sevinərəm, mənə də yön vermiş olarsınız. 29 nəfər abunə olmuşdu. Videonu izləyirsənsə və əgər abunə olmamısansa səhifədə abunə ol. Çünki YouTube kanalını bir yerdə böyüdək. Növbəti videolarda isə görüşərik.